Çox sardığımda o dünyadan bu dünyaya keçid edə bilmirəm. I need gorgeous. Hello, necəsiniz? Ümid edirəm ki, hər biriniz çox yaxşısınız. Uzun bir aradan sonra təkrardan sizlərlə video çəkmək, sizlər üçün video çəkmək həqiqətən çox xoş hiss elətdirdi və çox həyecanlıyam. Sanki ilk dəfə başlayırmışcasına çox uzun bir ara verdim. Bu aranı da Rəşadın ad günü ilə bağlamağı düşündüm ki, bugün Rəşadın, yəni qardaşımın ad günüdür və biz hazırlaşmışıq. Gedirik restorana və təbii ki, sizdə orada bir neçə insanı göstərəcəm. Və məncə bunlar siz bilirsiniz onsuz da. İndi biz hazırlaşaq, çıxaq. Nasıl sonuna götürün? Benim dördüncü vakti var. Evet. Yağmur, deniz, derya. Diyor yaşlanmalı, çok xahiş ederim. Ben onu bir gürültülü arasana. Arkadaşlar ya. Ay çok sağ olun. Bir de okuyacağım. Akgül mübarek, Reşan. Akgül mübarek. Akgül mübarek. Al bana. Size güzeller, size güzeller, size güzeller. Günün sonu. Təbii ki, Dənizlərə yenə də video çəkirlər. Daha doğrusu şəkil. Mən düşmürəm. Tamam. Ben belə görünüm. Ay, dəhşət idi. Diskoteka falan. Yorulduk mu? Evet. Dəhşət mi? Ben topukluyla diskoteka yaptım Derya'yla. Çünkü ben topukluğuna değilim, ben de topukludayım da doğru. Belki en lazım belki. Ben ona göre kalın topuk giyindim. Ben göstereyim. Ay görünmür. Neyse. Aa düşürəm. Ayaqda gördüğünüz kimi üzümdə bir maska var və onun gətirdiyi şey var. Parlaqlıq var. Bugün çox önəmli bir günlərdən biridir əslində, belə deyim. Çünki bugün bir qonaqlığa gedirik və bu qonaqlıqda əslində səbəb nədir? Bilmirəm sizə demişdimmi yoxsa yox. Mənim əmim uşaq, yəni normal olaraq biz nəvələr olaraq ata tərəfdən çox o əslində. Maşallah. Sadəcə 2 dənə əmmim oğlum, bunlar qardaşdılar. Bunlardan birinin 20 yaşıdır, digərinin isə əskərə getməsini qeyd edirik və onun üçün bir qonaqlıq təşkil olunur və biz bugün o qonaqlığa gedəcəyik. Bu video çox ehtimal ki, ancaq qonaqlıqlarla əlaqəli bir video olacaq. Yarın qonaqlıqdakı halları və s. deyəm. Neysə, sizi ora aparacağım. Necə olacaq mən də bilmirəm. Amma sadə bir paltar giyinəcəm. Bu dəfə həqiqətən sadə bir paltardır. Çünki kostyumdur. Və siz də məndən gələcəksiniz.
Deməli, hal-hazırda tamamilə hazıram və belə görünürəm. Belə göstərim sizə. Onsuz da siz məni təbii ki güzgü qarşısında görəcəksiniz. Saçımın bu hissəsini prosto bir dənə düzəldə bilmirəm hələ ki. Amma vəziyyət budur. Necə görünürəm? How do I look? Var idi. Evdə deyirəm ki, how do I look dad? Ata da deyir ki, fine, good. Deyirəm, I need gorgeous. Fine, now let's go. Fine, I need gorgeous. Onu çəkmək istədim. Nəsə alınmadı. Anyway. Məncə hazıram. İndi isə gedirik qonaqlığa. Ya, burada dur. Böyle dur. Böyle gösterelim. Aha, ne? Cəsur Bey. Oy, o gün olsun sizin qonaqlığınıza yığış. Hamını çəkirəm. Bir ayda sonra təzən götürəcəyik ya. Bir aydan? Yox, mən əsl. Getmə ehtimalı daha yüksəkdə. Bunu mənim yox ki. Yo, mən şey deyirəm. Ad günü inşallah. Bir ayda Azər tapın. Nəyi? Yox, biz nəvələr çəkirik. Yox, mən niyə götürüm? Mən nəyim? Baldız. Plyajda. Toydan sonra. Toydan sonra. Sabahınız xeyir. Hər birinizi xoş gördük. Səsim artıq çıxmır. Bugün bir neçə işimiz var. Və təbii ki, kofemi götürmüşəm sizə. Səhər yeməyim təbii ki bu deyil. Sadəcə bu ara öğündür və mən əslində bir şey izləyirəm də. Yenə təbii ki Vincenzo izləyirəm. Bu haqda axşam gəlib danışmaq istəyirəm. Saçımı falan yumuşam, tam qurulamadığım üçün biraz belə qəribə görünür. Mən makyajımı eləyəcəm, saçımı falan qurulayacağım. Dərsim var, dərsə getməliyəm. Dərsdən sonra 1-2 işim var. Ümid edirəm ki, unutmasam çəkəcəm. Axşam çünki futbol var. Ev biraz Türklər demişəm kalabalık olacaq. Necə çəkə biləcəm, nəyi necə eləyəcəm, onun heç bir fikrim yoxdur. Amma saçıma görə çox üzüldüm. Bu saçı bugün inşallah da düzəldəcəm. Neçə günü çünki çox yorğun oluram və heç cür saçla məşğul ola bilmirəm. Nəysə, bu arada bu yataq örtüyünü də artıq dəyişmək lazımdır. Heç yaşıma uyğun deyil, qətiyyən. Bugün sabah artıq 23 olacaq. Amma çox xoşuma gəlir. Çox isti saxlayır və çox şirindir. Uşaqlarımdan bəri var. Bugün çox işimiz var və görək bugünü necə sonlandıracağıq. Bəli. Ya oxumasan müəllimsən, kəsəcək. Giriş balına aşağı düşmə ehtimalı var. Arda çox qonaqlıqlara getdik və mən həqiqətən çox yoruldum və sizə demədən əslində mən bayaq masaja getdim və gəldim çünki yorulduğumun fərqindəydim. Həqiqətən çox yaxşı gəldi. İndi bayaq gördüyünüz kimi biraz ingilis sektoru üçün suallar hazırlayırdım. Çünki dərsim var yenidən, o suallar önəmlidir.
İndi isə biraz vaxtım var, dincəlmək istəyirəm və dincəlməyi necə edəcəm? Təbii ki, bir serial izləyərək. Oturub danışsam daha yaxşı olar deyə düşündüm. Ona görə mən bu formada danışmaq istədim. Deməli, son dövrlərdə dəhşətli dərəcədə Koreya seriallarını izləyirəm. Boş vaxt tapan kimi artıq digər heç bir serial məni sarmır. Bilmirəm niyə. Bəlkə də çox orijinal senaryolar falan olduğu üçün olar. Təbii ki, bəziləri çox klişedir. Məsələn, Business Proposal izləmişdim. Çox bildiyiniz klişe bir senaryodur, amma o qədər xoşuma gəldi ki falan. Hətta TikTokda belə bir şey oldu. Bir qız nə ilə əlaqəli? Yox. Dövrlərdə Hamtan Cha-Cha-Cha izləyirdik. Hamtan Cha-Cha-Cha'nın belə deyim, son bölümləri biraz duyğusaldı. Spoiler vermək istəmirəm. TikTokda bir qız qabağıma çıxdı. Bu serialla əlaqəli bir şeylər paylaşmışdı. Mən də altına çox da əslində komentar yazan bir insan deyiləm, amma son dövrlərdə nəsə bir sosiallıq gəlib mənə və başlayıram insanlara bu fikirlərimi falan bildirməyə, qətiyyən heç kimi incitmədən falan. Yəni normal, xoş şeyləri yazıram. Məsələn, bu serialı izləyə bilərsən, bu serial və s. və çox xoşuma gəlir. Həm bir insan da mənə qarşılıq verdiyində çox xoşuma gəlir. Çünki ətrafımda çox da Koreya serialı izləyən insanlar yoxdur. İzləyən insanlarla söhbətə keçdiyimdə, kontakta keçdiyimdə çox gözəl hiss elətdirir təbii ki. Son dövrlərdə həqiqətən Koreya seriallarını dəhşət çox izləyirəm. İndi də təbii ki, nə izləyirəm? Çoxdan da izləməli olduğum, amma izləyə bilmədiyim bir ön yarğı ilə yanaşdığım Vincenzo Cassano. Vincenzo Cassano. Deyirəm, çox qəşəngdir və hal-hazırda 10-cu bölümdəyəm. Bir 4 gündür falan izləyirəm. Çalışıram ki, birdən-birə çox sarmayım serialı. Çünki çox sardığımda o dünyadan bu dünyaya keçid edə bilmirəm. O biraz problem olur. Ona görə çalışdığım qədər də biraz məsafə ilə izləməyə çalışıram. Nəysə, indi də boş bir vaxtım var. Vincenzo'nu izləməyə gedirik indi. 심부름이 필요하시면 심부름. 저희 다 할 수 있어. 일단 지성의 힘. 응?